Salam, hər vaxtınız xeyir. Mən Günay Həsənova. Bugün sizə dövlət qulluğu qəbula düşmüş bir sualı izah edəcəyim. Gəlin baxaq. Zaman zərfinin işləndiyi cümlə hansıdır? A variantında o, kəndə çatanda hava qaralmışdı. Çatanda burada fe'li bağlamadır. Çünki fe'li bağlamanın şəkilçisi var. Anda əndə. Onunla söhbətimdən sonra biraz özümə gəldim. Burada sonra sözü zaman zərfi deyil. Bir çox namizədlər qarışdırıb bunu zaman zərfi kimi götürürlər. Sonra sözü qoşmadır. Niyə? Qoşmadır. Yadınızda saxlayırsınız. Əvvəl, qabaq, sonra bəri sözlər həm qoşmadır, həm zərfdir. Özünün əvvəl çıxışlı xal şəkilçisi gəlirsə, olacaqdır qoşma. Demək, burada dən şəkilçisi var, çıxışlı xal. Bu söz qoşmadır. Zaman zərfi yoxdur. Qız əlini qoynuna qoyub dənizi tamaşa edirdi. Qoyub fe'li bağlamadır, ıb fe'li bağlamanın şəkilçisidir. Axşamki hadisə çoxlarının marağına səbəb oldu. Axşamki ç şəkilçisi sifət düzəldir. Ona görə burada da zərf yoxdur. Cavabımız olacaq E variantı. O, həmişə adamlardan ayrı gəzir. Həmişə burada zaman zərfidir. Düzgün cavabımız olacaq E variantı. Qədər.